Salam, xoş gördük mənim əzizlərim. Bizim mətbəxə xoş gəlmisiniz. Bugün mən bilinç xəmirinin içərisinə içlik hazırlayacağam və bu içliyi sizlə bölüşmək istəyirəm. 30 ədədli bilinçkin xəmirinə yarım kilo, bax çəkilmiş yarım kilo ət lazımdır, hazırı. Bir də 2 baş soğan. Soğan bir baş da ola bilər, 2 baş da. Mən soğanı çox sevirəm, ona görə soğanı çox edəcəm. Və belə bir, əgər sizdə belə bir şey varsa, belə bir cihaz doğrayan varsa, bunda doğrayın soğanı, rahat olsun. Yoxdursa, onda əlinizlə doğrayın, xırda-xırda. Ət maşından keçirtmək məsləhət deyil. Onda onun içliyi dən-dən alınmır da. İçlik bilirsiniz, dən-dən alınanda qəşəng olur. İndi başlayaq soğanı, bax bu maşından keçirdək, xırdalayaq. Baxın mənim əzizlərim, xırdaladım bunu. Bax bu cürə xırdalığında. Çox da əzmək lazım deyil. Onsuz da qovrulacaq. Əvvəlcə mən bunu yağda qovurub biraz, sonra isə qiyməni əlavə edəcəm. İndi yağda qovuraq. Deməli, tavanı qoyduq qızmağa. Bunun içərisinə biraz duru yağ tökmüşəm. Bir də biraz qızan kimi, bax, ərinmiş kərə yağıdır. Ərinmiş kərə yağından mütləq istifadə edin ki, ətiniz dadlı olsun. Ərinmiş olmasa da elə-belə də olar. Biraz bu qızsın, sonra kərə yağını əlavə edib soğanı, doğranmış soğanı əlavə edəcəm. Baxın, deməli, biraz qızdı. Yağın hamısını tökməmişəm. Yağı hissə-hissə tökəcəm. İndi biraz qızsın. Soğanımı əlavə edim. Artıq soğanımızı tökdük. Yağın bir hissəsini də yenə atdım bunun içinə. Yəni ki, ərisin. Hələ heç nə vurmuruq. Duz, sarı kök heç nə. Ağzını bağlayıram. Bu yavaş-yavaş pişsin. Mən sizə keçən dəfə göstərmişdim. Bu setkalar, deməli, setkalı qapaqlar yağı qırağa sıçratmağa qoymur. Ona görə məsləhətdir. Qarşınıza çıxsa alın. Baxın mənim əzizlərim, deməli, biraz qovruldu. İndi bura biz duz, sarı kök əlavə edəcəyik. Deməli, duz, narın duzla əlavə edirəm. Əgər iri duz olsa, xörək duzu, siz az istifadə edin. Narın duz, bir balaca, bismillahirrahmanirrahim. Mən haradasa, məndə çay qaşığı balacadır, elə bil ki, bir çay qaşığı. Bunlar balaca qaşıq gedir. Bir də sarı kök əlavə edəcəm. Bunu qarışdırın. Sonra isə sarı kök əlavə edəcəm. Biraz qovrulacaq. Sonra isə ətini əlavə edəcəm. Artıq sarı kökünü də əlavə etdim. Yarım çay qaşığı da sarı kök əlavə edirəm və qarışdırıram. Hələ əti tökmürəm. Hələ biraz da qalsın. Bu qalan yağı da əlavə edirəm bura. Çünki yağı azdır. Yağı da əlavə etdim və biraz qovrulsun. Artıq soğanın rəngi dəyişib. Görürsünüz, bax bu cür olmalıdır. İndi mən bura əti əlavə edəcəm. Əti əlavə etdik. Əti əlavə edəndən sonra çalışın bunu qarışdırın. Soğanla bir yerdə bunları bir yerə, yəni ki, bir-birinə qarışsınlar. Yəni qapağını qoyub qıraqda durmuyor. Yəni bunlar bir-birinə qarışsın. Ondan sonra qapağını qoyarıq. Baxın, bu cürə bir-birinə yedizdirdik, yəni soğanla əti. İndi qapağını qoyacaq, qoyaq qovrulsun. Axırda da biraz istiot vuracaq. İstiotumuz hələ qalıb, bir də duzuna baxarıq. Əgər duz az olsa, duz vuracaq. Bəh. Elə gözəl burada ətri var, görünüş var. Yəni ki, çox gözəldir. İndi biraz istiot vuraq. İstiot da zövqə görə. İstəyirsiniz az vurun, istəyirsiniz çox vurun. Yəni, mən yarım çay qaşığı vurdum istiotu. Artıq hazır olmağına az qalır qiyməmiz. Yəni ki, bax, bu bilinçkin qiyməsi ümumiyyətlə müxtəlif olur. Toyuq ətindən də eləyə bilərsiniz. Bu mal ətindəndir, mal ətindən də eləyə bilərsiniz. Yəni, müxtəlifdir. Tərəvəzli də eləyirlər. Elə adam var ki, tərəvəzlə də eləyir və s. Biraz da qovrulsun, hazır vəziyyətini göstərəcəm. Qiyməmiz tam hazırdır. Altını keçirdirəm və salam. Deməli, bu soyusun, yəni bilinçkin içərisidir. Bu soyusun, sonra isə bilinçiklərin içərisini doldura bilərik.
Baxın, indi başlayırıq bükməyə. Deməli, məndə bilinç xəmirləri var idi. Əgər bilinç xəmirinin necə hazırlanmasını bilmək istəyirsinizsə, mənim videomda izləyin. Mən bunu çəkiliş etmişəm. Yəni, göstərmişəm ki, necə bax, belə gözəl, nazik bilinç xəmirləri alınır. Nə edirik? Bax, bu qızarmış içini içərisinə qoyuruq, ağ üzünü çölə. Nəyə görə? Ona görə ki, biz bunu hələ yağda da qızardacağıq. Deməli, bu bilinçkin porsiyası, bax, bir xörək qaşığı ətdir. Bundan az etsəz, bilinçkiniz boş olacaq, çox olsa cırılacaq. Bunu belə edəndən sonra, deməli, əvvəlcə belə bükürük. Sonra bu qıraqlarını, baxın belə, biraz səliqə ilə, yəni tələsmək lazım deyil, səliqə ilə, bax belə. Bu cürə görürsünüz, 2 dəfə getdi, bax belə, bu da arxasında qaldı. Vəssalam. Sonra isə bunları yağda qızardacağıq və bu minvallı o birislərdə davam edəcək. Artıq bilinciklərimizin hamısını bax belə bükdük səliqə ilə. Baxın bunun formasına. Yəni bax bunlar bu cürə bu ölçüdə olmalıdır, bu ölçüdə. Bundan balaca artıq bilincik yaxşı alınmır. İndi kim istəsə bunu yağda qızardar. Şəxsən bizim evimizdə bunu yağda qızarma variantını sevmirlər, elə belə sevirlər. Yəni yağda qızardı, bilincik stola qoyulur. Buyurun əzizlərim, siz də bu dediklərimdən faydalanın. Evinizdə bilinçikin qiyməsi necə hazırlanır və o necə bükülür və sizə göstərdim. Siz də ondan faydalanın. Nuş olsun.